Salamlar, kanala videomuz xoş gəldiniz. Mən Asim. Bu günləri mənim fizikadan sınağım var və hər şey çox bərbaddır. Çünki mən fizika bilmirəm. Yəni bilirəm orta babatdır, bilmirəm də qısaca. Yəni sualların çoxunu paputu yazıram. Və bu sınaq, yəni bildiğiniz kimi ən belə o xırda xətt var, odur da. Bu sınağı yaxşı yazdım, yazmadım, vəsə. Normalda bu sınaq bazar günü yazılmalı idi. Mənim də bazar günü olimpiyadam var deyə getməmişdim sınağı yazmağa. Mənim dedi ki, gəlginən yazarsan. Və normalda o birisi uşaqlara elastiklik falan xəbər verməmişdi ya müəllimə olacaq. Onlara 22 sualdan hesablanmışdı. Mənim xəbərim oldu deyə həmin o elastiklik söhbətindən. Dedi ki, siz mənimlə başqa yazmayan bir iki dənə də uşaq var. Siz 30 dənə sualdan hesablayacağam da. Gedin siz təkrarlayın, xəbəriniz var. Nəysə, indi mən fizikadan 20 variantdan birinci sınağı yazdım. Vəziyyət bərbaddır. Keçirəm indi ikinci sınağı yazmağa. İkinci sınaqdan da keçmədiyimiz mövzular var, mexaniki işdir falan. Nəsə onları saymayacağam, belə keçdiyimiz şeylər yazmağa çalışacağam. Yəni, ən azından çalışacağam. Normalda dünən gecə yatmayıb təkrar edəcəkdim, amma etdim ki, gecə yuxulu-yuxulu təkrarlamaqdansa səhər oynarım, ayıq başla yazaram. Təqribən 3 saat vaxtım var. Yəni 3 saata mən fizikanı təmiz həll eləməliyəm də. Əvvəlki mövzularım qəşəngdir, yəni yaxşıdır. Bərabər təcilli yaxşıdır. Orada düsturları, qrafiklər falan yaxşı bilirəm. Bərabər sürətli hərəkət də bilirəm. Newton da yaxşı oğlandır. 12'lər də bilirəm. Qalır ağırlıq qüvvəsi. Ağırlıq qüvvəsi mən gərək oturmuşdum. Yəni ağırlıq qüvvəsi də bilirəm. Yəni mərkəz, MJ getdi mərkəzə ancaq. Ağırlıq qüvvəsi də gərək təkrarlayım. Sonra elastiklik qüvvəsi. Elastiklik qüvvəsi də yəni ən azından F-dir, K-dir, X-dir falan, yana da bir cür gedir. Bu sürüşmə var, sükunətdən bilim, sürtünmə, sükunət, sürtünmə, sürüşmə, sürtünmə, gic müəmdir. Müəmini də 6 dənə, 7 dənə şeyin açmam. Müəmc açdım, müəmc plus F açdım, müəmc çıx F, F sinüs alfa, kosinüs alfa, trigonometri, yəni riyaziyyatda bilmirəm. Fizikada indi sinus, kosinus falan, düzdür, burada o qədər də şey deyil, yəni prosta yəni bitişik hipotenuz, qarşı hipotenuz falan, o cür sinüs, kosinüs tapırsan, yerinə qoysan, bizə o şeyi verir. Amma yenə də adamın beyni yanır. Nəsə də indi oturub onları işləməliyəm də. Bilmirəm. Bir də ki, indi bu günləri o sınağı sağ-salamat yola verə bilsəm, ağlımda maraqlı şeylər var, onları eləmək istəyirəm. Həm bugün üçün, yəni eləməli olduğum şeylər var. Həm də ümumiyyətlə belə qəşəng ağlımda bir ideya var. Onu eləməyə çalışacağam, görüm nə olur. Eləmək görsəm ki, alınır, onda Instagramda sizə xəbər verəcəyəm. Ona görə gəlin Instagramdan məni takip eləyin. Nəysə, oturum indi tapşırıqları yazım. Bu fizikanı qəşəng bu gün salamat yola verim. Yəni çox istəmirəm də 30 sualdan 25'ini düz yazdım. Mənim bax belə yox, belə bəsimdir də. Birinci sınavdan 30 sualdan 23'ünü düz yazdım. Bərbad idi. İkinci sınavda 30'dan 26'sını səhv yazdım. O qəşəng idi, normal idi. Bu sualda bu cəhənnəm 25'ini düz yazdım. Mənə bax belə yox, belə bəsdir də. Ona görə gəlirəm indi fizika yazmağa. Yəni bilmirəm də, mən indiyənə kimi 10 başlayandan işlədiyim fizika qədər ömrüm boyu dərs işləməmişəm. Nəsə, söndürürəm kameranı, çox danışdım. Uşaqlar, hal-hazırda vəziyyət belədir, belə izah edeyim sizə. Bu 20 variantdan keçdiyimiz şeyləri işləyə bilirəm, güc bəlada olsa. Bu dəqiqə tək problem odur ki, arada bəzən düsturları falan qarışdırıram. O səbəbdən indi nə edəcəyəm? Bütün düsturları bir dənə yenidən təkrarlayacağım. Ondan sonra bir dənə A4 götürüb o A4'ə yazacağım yadımda qalanları. Yəni nələri bilirəm, nələri bilməm. Bilmədiklərimi çıxardıb, təzədən təkrarlayıb, təzədən yazacağım. Yəni bütün düsturlar bu cür yadımda qalana kimi bunu eləməyə davam edəcəyəm. Ondan sonra da müəlliməmiz evə bu elastiklik qüvvəsi bölməsində 5 dənə mövzu var idi. 5 mövzunun da cütlərini yazmağa verib də. Oturub o mövzuların hamısını işləyəcəyəm. Yəni 5 mövzunun cütlərinin hamısını işləyəcəyəm. Ondan sonra vaxtım qalsa, əgər indiyənə kimi nə mövzu bölübə keçmişiksə, onların hamısının ətraflarından təkləri işləməyə, o da görün vaxt qalsa, əgər hal-hazırda 2 saat vaxtım var. 2 saat yox, 2 saat yarımdan biraz çox vaxtım var da. Yəni çatdıra bilsəm çox əla olar. İndi keçirəm bu dediyim şey eləməyə, düsturlar.
deməli, son 1 saat yarımım qalıb. Testləri artıq işləyirəm, yəni testləri işləmək olur. Tək belə problemim düsturları qarışdırıram. O düsturları da qarışdırmamaq üçün bu 1 saat yarımına vaxtım qalıbsa, oturub ancaq düsturları, bu qrafikləri falan, yəni nə varsa, oturub təzən oxuyacağam, danışacağam. Görüm nə olur. Bir dənə olar bu indi sağ-salamat yola vereyim. Yəni bu sınağı da 1 saatdır da, 1 saatdır. Bir dənə qəşəng yola vereyim. Başqa heç nə istəmirəm də. Tək bu 1 saat. Like sugar on my tongue, tongue, tongue. Your body so sweet, sweet, sweet. Invite me if you come, come, come. Honey drips slow from the moon's despair. A taste so sweet, it bends the light. Sugar on my tongue, burning bright. The carnival's gone, but the cotton sticks. The fingers like promises, thin but thick. The baker's daughter with flour in her hair leaves traces of sweetness everywhere. Oh, sugar on my tongue, like a stolen kiss, melting too fast, dissolving like mist. Every grain of memory, every drop of light. Every grain of memory, every drop of light. But I'll lick the bowl till the well runs dry. The jukebox hums a bittersweet tune, maple syrup slow dancing with the spoon. The diner lights flicker, the countertop gleams with the ghosts of 1,000 sugar dreams. Oh, sugar on my tongue, like a stolen kiss. Oh, sugar on my tongue. Stolen like mist. Every grain of memory, every drop of light. Çox böyük qaza gəlmişəm. Bu dəqiqə qayda dəftərini diri özümə danışdım. Çox böyük qaza gəlmişəm də. Yəni sınaqdan çıxandan sonra da bu qazla çıxsam sınaqdan çox bomba olar. Amma lomka çıxsam, dilxor olsam sınaqdan çıxandan da ya, başım bıraxdı da. Nəysə, indi vaxtı az qalıb. Bir dənə hazırlaşım çıxacağam. Deməli belə çıxdım hal-hazırda evdən. Üstümdə qəribə bir heyecan var. Ay da, yəni ağlımda bir dəqiqə ancaq şeydir, MG. Başqa düstürmürəm belə bir şey. Ağlımda o düstür təkrarlanacaq. Oy, nəsə. Kameranı söndürüm, gedim. Bir də çıxanda açaram kameranı. O da qəşəng yazsam atacağım, amma yəni pis yazsam böyük ehtimalla video çəkməyə xotum olmayacaq və indiyənə kimi çəkdiyim hər şeyi siləcəyəm. Bilmirəm, nəysə, bağlayıram kameranı, biraz da danışa bilməyəcəyəm. Nəysə, çıxdım indi hazırlıqdan. Tabii danışmaq da yadımdan çıxdı, çəkəliyə danışıram. Sınaq yazdım.
pis yazdım məncə, nə bilim, bilmirəm. 20 də şey keçsəm bəsimdir. 30-dan 20-yi keçsin mənə bəsdir də, yəni bu dəqiqə o vəziyyətdəyəm. Cavabı yəqin ki, sabahlar deyər müəllimə. Deməli belə evə gəldim. Daha doğrusu birinci məhəlləyə çıxdım. Məhəllədə biraz futbol falan oynadım. Ondan sonra evə gəldim, çimdim. İndi otururam Timonun suallarını işləməyə. Turkish International Maths Olimpiyatı nəsə o cür bir şeydir. Yəni Türk Olimpiyadası da. Onun suallarını indi işləyəcəm. Müəllim ev tapşırığı verib də. 9-da bu günləri bizim onlayn dərsimiz var. Ondan sonra da sabahları informatika, fizika hazırlığım var. Onun tapşırıqlarını yazmamışam. Oturub onun tapşırıqlarını yazacağam. Fizikadan təqribən 5 mövzunun cütlərini yazırıq. Elastiklik qüvvəsi bölməsinin 5 mövzusu var, cütlərini yazırıq. İnformatikadan da 45 dənə modelləşdirmədən sual var, onları işləyəcəyik. Əsas bir dənə bunu qutarım, bu Timonun suallarını, çünki dərsə az qalıb da. Timonun suallarını qutarım, ondan sonra keçəcəyəm fizika, informatika. Birinci informatikanı yazacağım, sonra fizika. Çünki informatika sabah səhər tezdəndir. Yəni yatıb qalıb eləyərəm birdən, doyana bilmərəm. Tapşırıqları yəni saxlasam birdən yaza bilmərəm. Ona görə informatikanı yazacağam, sonra fizika. Uşaqlar, deməli bu Timonun suallarını işlədim hal-hazırda. Dərsimizin başlamasına yarım saat qalıb. İndi oturub informatikanı yazacağam. Təbii 5 dəqiqə uzanandan sonra biraz dincəlim, yoruldum. Deməli belə hal-hazırda saat gecədir. Saat gecədir, cümləni görürsünüz. Gecə saat 1-ə işləyir hal-hazırda 21 dəqiqə. Mən indi onlayndan falan çıxdım, biraz özüm üçün fırlandım, oturdum informatikanı yazdım, bitirdim hal-hazırda. Sadəcə fizika qalıb. Prosta indi bilmirəm ki, mən sabahları informatikaya gedim, qayıdım, ondan sonra fizikanı yazdım. Yoxsa indi yazım, rahat yatım. Sonra səhər duruma hazırlığa gedim. Bir də onu bilmirəm. Deməli belə axşam informatikanı yazdım, sonrasında yatdım. İndi səhər informatika hazırlığına getdim. Mən də hazırlıqdan qayıtmışam. Oturub fizikanı yazacağam. Bu videonu da burada bitirəm. Oh my wow. Böyük ehtimalla yəni bitirib təzə videonu başlatacağam da. Bunu da indi gün içində editləyərəm. Özünüzə yaxşı baxın. Sağ olun, salamat qalın.